Qarpız mövsümünün hələ başlamamasına baxmayaraq, bazarlarda satışa çıxarılır. Zəhərlənməni nəzərə alaraq sağlamlığını göz ardı edən vətəndaşların da sayı kifayət qədərdir. Mən də bu sezon alıb yemişəm qarpız. Açığı heç düşünməmişəm bu zəhərləyərmi məni və s. Düzdür, özüm almıram, evdəkilər alır. Amma yenə də içi qırmızı olandan sonra məncə problem olmaz. Vaxtı var, vaxtında yəni onu yemək lazımdır. Mən də uşaqlarıma icazə vermirəm, yəni qarpızı belə vaxtından əvvəl yeməyə. Vaxtından əvvəl yetişdirilən və düzgün şəraitdə saxlanılmayan qarpız zəhərlənmə və ölüm hadisələrinə səbəb ola bilər. Məsələ ilə bağlı kliniki tibbi mərkəzdən zəhərlənmə hadisələrinin sayı ilə bağlı məlumat öyrəndik. May-iyun ayları ərzində kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib. Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb. Mütəxəssislər bu aylarda azyaşlıların və immun sistemi zəif olan şəxslərin qarpızdan istifadəni məqsədə uyğun saymırlar. Çünki bu mövsümdə qarpız ya süni şəkildə istixanalarda yetişdirilir, ya da isti ölkələrdən Azərbaycana gətirilir. Satışa çıxarılan bu cür qarpızların tərkibində kimyəvi maddələr və gübrələr olur ki, bu da onların vaxtından əvvəl yetişməsi üçün istifadə edilir. Nəticə etibarilə vaxtından əvvəl yetişdirilən qarpız xroniki xəstəlikləri kəskinləşdirir. Mövsümündə olmayan qarpızları qəbul edərkən isə tərkibindəki kimyəvi maddələrin təsirindən bəzən qarında şişkinlik, ağrı, köp və eyni zamanda həzm sisteminin pozulması, allergiya, qaşıntı və yaxud da qızarıqlar yaranır ki, ona görə mütləq şəkildə qarpızı və hər bir meyvə tərəvəzi seçərkən mövsümü və yerli olanlara üstünlük vermək lazımdır. Məhz bu məqsədlə vətəndaşlar çalışmalıdırlar ki, qarpıza daha çox iyul və avqust aylarında üstünlük versinlər. Çünki qida zəhərlənməsi arasında qarpız ən təhlükəlisi sayılır və bunun fəsadları uzun müddət davam edə bilər. Qeyd edək ki, içərisi qırmızı olan qarpızlarda da zəhərlənmə hadisələri baş verə bilər.